Salam hörmətli tələbələr, hər birinizi Blackboard Learn kursunda yenidən görmək çox xoşdur. Bu videoda biz Blackboard platformasının mesajlar bölməsi ilə tanış olacaq. Blackboard yalnız dərs materiallarını izlədiyiniz platforma deyil. Eyni zamanda müəllimləriniz və bəzi hallarda qrup yoldaşlarınızla rəsmi akademik ünsiyyətinizi həyata keçirdiyiniz əsas mühitlərdən biridir. Buna görə də mesajlar bölməsindən düzgün istifadə etməyi bilmək bizim üçün çox vacibdir. Bu videoda mesajları haradan oxuya biləcəyinizi, müəllimə necə rəsmi mesaj yazmalı olduğunuzu və Blackboard mesajlarından hansı hallarda istifadə etməyin məqsədə uyğun olduğunu birlikdə öyrənəcəyik. İndi isə gəlin mesajlar bölməsinə keçid alaq. Blackboard'un sol tərəfində yerləşən naviqasiya panelindən mesajlar bölməsini seçin. Bu bölmədə qeydiyyatda olduğunuz bütün fənlər üzrə göndərilən mesajlar bir mərkəzdə toplanır. Beləliklə, siz istənilən fənnin üzərinə klikləyərək həmin fənn istiqamətində sizə göndərilmiş mesajları oxuya bilərsiniz və ya özünüz həmin fənnin iştirakçılarına mesaj göndərə bilərsiniz. Nəzərə alın ki, Blackboard mesajları adi elektron poçtdan fərqlənir. Bu yazışmalar əsasən Blackboard platforması daxilində aparılır və akademik ünsiyyət üçün nəzərdə tutulmuşdur. Mesajlar bölməsində müəllimlər tərəfindən göndərilən elan xarakterli yazışmaları, fənn üzrə aparılan rəsmi ünsiyyəti, fənlər üzrə qruplaşdırılmış mesajları və oxunmamış mesaj bildirişlərini görə bilərsiniz. Əgər kiməsə mesaj göndərmək istəyirsinizsə, ekranın sağ üst küncündə olan yeni mesaj düyməsini klikləyərək mesaj panelinə keçid edə bilərsiniz. Yeni açılan pəncərədə yuxarı hissədə mesajı kimə ünvanladığınızı seçin. Nəzərdə saxlayın ki, siz bir fənn daxilində sizinlə eyni fəndə tələbə və ya başqa bir statusla iştirak edən istifadəçilərə mesaj göndərə bilərsiniz. Əgər istifadəçi həmin fəndə qeydiyyatda deyilsə, onun adı seçimlər arasında çıxmayacaq. Daha sonra salamlaşma ilə başlayın və sualınızı və ya müraciətinizi aydın şəkildə izah edin. Yazının sonunda isə təşəkkür edib ad və soyadınızı qeyd etməyiniz tövsiyə olunur. Məsələn, belə bir mesaj yaza bilərsiniz. Salam, hörmətli müəllim, modul 3 üzrə tapşırıqla bağlı bir sualım var. Tapşırığın son təhvil tarixi ilə bağlı məlumatı dəqiqləşdirmək istərdim. Təşəkkür edirəm və bu hissədə öz adınızı, soyadınızı qeyd edə bilərsiniz. Eyni zamanda qeyd etmək istəyirəm ki, mesaj bölməsinin yuxarısında gördüyünüz kimi yazının stilini dəyişdirmək üçün müxtəlif seçimlər sizə təqdim edilmişdir. Mesaj yazarkən bir neçə vacib qaydanı da unutmayın. Əgər siz müəlliminizə və ya hər hansı universitet əməkdaşına mesaj göndərilsinizsə, mesajınızda qeyri-rəsmi ifadələrdən və qısa yazışma üslubundan istifadə etməyin. Eyni sualı təkrar-təkrar göndərməkdən çəkinin və mesaj göndərildikdən sonra müəllimin cavab verməsi üçün bir qədər gözləyin. Unutmayın ki, Blackboardda yazdığınız hər bir mesaj akademik ünsiyyətin bir hissəsidir. Nəzakətli, aydın və peşəkar üslubdan istifadə etməyiniz həm müəllimlə effektiv ünsiyyət qurmağınıza, həm də universitetdə formalaşan akademik kommunikasiya mədəniyyətinə uyğun davranmağınıza kömək edəcək. Beləliklə, biz bu videomuzda Blackboard platformasının mesajlar bölməsi ilə tanış olduq. İzlədiyiniz üçün sizə təşəkkür edirəm. Növbəti videoda Blackboard platformasının digər vacib funksiyaları ilə tanış olacaq.